وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin. Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdə və salatu və salamu alə mən lə nəbiyyə bədə əmmə bə'd. Mən lə nəbiyyə bədə əmmə bə'd. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Deməli, dünən biraz İbn-i Teymiyyə rahimehullah, Şeyxülislamın həyatına toxunduq və dedik ki, Şeyx hicrətin 7-ci və 8-ci əsrlərində yaşayıb. 661-də doğulub və 728-də dünyasını dəyişib, rahimehullah. Və Şeyxə bir neçə burada sual verirlər. Birinci sual, deməli, Quran ümumiyyətlə gətiriləndə və ya Quranı görəndə qalxmaq məsələsi. Və həmçinin Quranı öpmək. Və Şeyx, əlhamdülillah, dünən keçdik bunu, Şeyxin o faydalı cavablarından istifadə elədik. Həmçə alimlər də deyir ki, Quranı öpmək avamların qabağında lazım deyil. Düzdür, öpən adam günah eləməyib Quranı. Amma avamların qabağında lazım deyil bəzi şeylər eləmək. Ne üçün? Onlarla kifayətlənəcək, onunla kifayətlənəcək. Məsələn, el biləcəklər ki, Quranı öpdümsə, böyük iş gördüm, bununla kifayətli mən müsəlmanam. Necə ki, məsələn, Quranı evdə saxlayırlar və ya Allah kəlməsini deyirlər, bax, biz müsəlmanıq, bax. Onunla kifayətlənirlər. Əgər, məsələn, bəzi əməllər, cahillər başqa cür başa düşəcəksə, lazımdır olan qabağında eləmək. Əgər hətta qadağan əməl deyilsə, məsələn, Quranı öpmək. Və bəzilərdə qəribə öpürlər Quranı. Yəni, sağ, sol, yəni biraz xaça bənzəyir. Elə bir ki, xristiyandır, xaç eləyir. Lazım deyil 50 dəfə öpmək və xüsusən də cəmaatları. Bir dəfə öpdüm, kifayətdir. Amma belə cürbəcür, yəni, fənlərlə öpmək, priyomlarla, məsələn, qeyri-adi bir belə ürəyivə qoymaq hələ üstəlik, onlar deyəcək, bu dəhşət öpdü Quranı. Hələ şeylər lazım deyil eləmək. Sən bilməyən adamların qabağında. Yəni, dəvət edən adam belə şeylər fikir verməlidir. Və sonra şeyx buyurur ki, rahimullah, və cəaluhu indəl qabr. Yəni, Quranı qəbrin yanında saxlamaq, qoymaq. Və həmçinin şeyx, indi cavabda da görürsən ki, oxumağı da toxunacaq. Və həmçinin qəbrin yanında işıq yandırmaq. Şamlar. Və şeyx buyurur ki, rahimullah, bu suala cavabda buyurur ki, amma Quranı qəbrin yanına qoymaq və qəbrin yanında işıqlar, şam yandırmaq fəhədə məkruh, mənhiyun anhu. Yəni, məkruhdir və nəh olub bundan. Nəh gəlir. Həm Quranı meyit yanında qoymaq, qəbrin yanında, həmçinin də oranı işıqlandırmaq. Yəni, şam qoymaq və s. Və şeyx buyurur ki, hətta qəbir yanında Quran oxumaq əgər nəhy olunubsa və Quranı qəbrin yanında qoymaq necə? Əlbəttə, nəhyi daha şiddətlidir. Əgər fayda olsaydı, oxumaq icazə verilərdi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, evlərimizdə namaz qılmayıb, Quran oxumayıb, qəbristanlığa oxşatmayıb. Deməli, bu onu göstərir ki, qəbristanlıqda namaz, bir də Quran oxunmaz. Peyğəmbər sallallahu aleyhi ve sellem ki, evlərimizdə namaz qılmayıb, Quran oxumayıb, qəbristanlığa oxşatmayıb. Çünki qəbristanlıqda belə şeylər edilməz. Əgər o evdə ki, namaz qılınmır, o evdə ki, Quran oxunmur, qəbristanlıqdır, meyyitxana. Meyyitdirlər. Tərpənsələr də. Ruhən meyyitdirlər olar. Və şeyx də rahiməhullah buyurur ki, əgər qəbir yanında oxumaq qadağandırsa, təsəvvürlə qəbir yanında Quranı saxlamaq.
Və deyir ki, şeyx, rahmetullah aleyhi, çünki deyir, Peyğəmbər sallallahu aleyhi ve selləm lənət deyib o qadınları ki, qəbirstanlığı ziyarət edirlər və ya çox ziyarət edirlər, bir mənaya görə hədislər. Və həmçinin lənət deyib o şəxsləri ki, qəbirstanlıqda meçid tikirlər və həmçinin qəbirlərin yanında işıq yandırırlar, şam yandırırlar. Olmaz. Qəbirstanlıq meçid tikmək yeri deyil. Meçidin yeri ayrıdır, çünki meçid ibadət yeridir. Qəbirstanlıqda tikmək düzgün deyil meçid. Və həmçinin də ora şam yandırmaq qəbrin yanında, o da lənətlənib. Deməli, böyük günahdır. O günahlar ki, lənət gəlib, əzab gəlib, Allahın qəzəbi gəlib, cəhənnəmlə vəd gəlib, o günahlar böyüdür. Amma o günahlar ki, bunlar yoxdur, o günahlar kiçik günahdır. Yəni, böyük günahla kiçik günahı belə fərqləndir. Məsələn, içki içmək. İndi gəlin görək, içki içmək böyük günahdır, yoxsa yox. İçki içmək vardı, Peyğəmbər sallallahu aleyhi ve sellem neyinib? Lənət deyib. 10 nəfəri, hətta daşıyan da içkini. Deməli, hətta içkini daşıyan da böyük günah sahibidir. Ne üçün? Nə əsasdan böyük günah dedik? Lənət gəlib ona görə. Lənət o əməlin böyüklüyünə dəlalət edir, pisliyinə. Ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, o qadınlar ki, qəbirstanlığa gedir, böyük günah sahibləridir və ya başqa mənada, düzdür, bunda ixtilaf da alimlər arasında, başqa mənada, yəni çox ziyarət edilənlər və həmçinin də meçid tikmək qəbirstanlıqda və ya qəbir üstə, qəbirin üzərində meçid və həmçinin şam yandırmaq qəbir yanında böyük günahlardandır. Ona görə şeyx buyurur ki, rahimullah, bu cür şamlar, qəbrin ayağında şamlar yandırmaq mütləqən inkar edilir. Nəhy olunur. Və sonra şeyx burada bir rivayəti gətirir, sonra bir ayə gətirir və sonra buyurur ki, yəni bu məsələ aydındır. Sonra buyurur ki, rahimullah, rahmətən vasiya, amma qəbir yanında Quran oxumaq məsələsi. Aydındır ki, Quranı qəbir yanında qoyma olmaz, şam yandırma olmaz. Amma qəbir yanında Quran oxumaq məsələsi, şeyx buyurur ki, rahimullah, alimlər bu məsələdə ixtilaf ediblər. Və Əbu Hanifə, və Malik, və Əhməd bir rivayətdə deyiblər ki, məkruhdur. Məkruh, yəni bəyənilmir. Və lakin, bir bu məsələdə incəlik var. Sələf, qədimdə alimlər məkruh sözün çox var, haram mənasında işlədirdilər. Haram mənasında. Yəni, haram görüblər. Və İmam Əhməd, şeyx deyir ki, rahiməhullah, rahmətən vasiyə, İmam Əhməd çox rivayətlərdə məkruh görüb, yəni haram görüb. Və rəxxasa fiyhə fi rivayətil uxra. Və bəzi bir rivayətdə caiz görüb. İmam Əhməddən belə bir rivayət var. Və həmçinin Hənəfi məzhəbində olanlardan və bəzilərindən. Və Hənəfi deyəndə, qardaşlar, Əbu Hanifə başqadır, Hənəfilər başqadır. Şafilər deyəndə Şafii başqadır, Şafilər başqadır. Yəni, o demək deyil, məsələn, Şafilər nəyisə deyir, İmam Şafi onu deyir. Və ya Hənəfilər nə deyir? İmam Əbu Hanifə deyir. Ona görə, məsələn, Əbu Hanifə tutaq ki, məhkruh görübsə, qəbri yanında Quran oxumağı, lakin Hənəfilərdən sonra gələnlərdən caiz görənlər var. Caiz görənlər var. Həmçin Şafilərdən də. Ola bilər İmam Şafii, lakin İbn Teymiyyə Şafiinin qeyd eləmir, adını çəkmir. Üçünü qeyd edir. Lakin Şafii də haram görür. Şafii də məkruh görür. Xüsusən Şafii məkruh sözün haram işlədirdi. Soruşanda şahmat barədə dedi məkruhdur, yəni haramdır. Və sonra buyurur ki, rahmetullah aleyhi, rahmeten vasi'a, amma qəbir yanında Quran qoymaq ki, kim gələndə oxusun, münkərdir, bidətdir,
inkar edilən bidətlərdən biridir. Yəni, inkar olunmalıdır. Bidətdir və həmçinin inkar olunmalıdır. Deyir ki, ləm yəfəaluha əhəd minəs-sələf. Sələflərdən heç biri görməyib belə bir şey. Heç biri. Heç bir sələfi belə şey etməyib. Qəbrin yanında Quran oxumaq və ya qəbrin yanında Quranı qoymaq. Əksinə, sələf bunu nəhlərdən görüb, qadağanlardan görüb. Çünki Peyğəmbər sallallahu aleyhi ve selləm qəbirlərin yanında məscid tikmək və ya məscidə bənzətmək qadağan eləyib. Məscidə çevirmək. Məscid burada bir dənə bina yox deyil, qardaşlar. Məscid yəni səcdəgah, yəni ibadət yeri. Quran-ı Kərim də ibadət də oxumaq. Nəh gəlir deməli. Aydındır. Və ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem nəhy eləyib. Və kifayət qədər şeyx deyir ki, Rahimullah ibn Teymiyyə, kifayət qədər Peyğəmbər sallallahu aleyhi ve sellemdən bu barədə nəhy var. Və qeyd edilir nəhlərdən biri, qadağanlardan biri. Allah əhli kitabı qeyd edilir, Yahudlar və Nəsranilər lənət deyib. Deyir, Allah lənət eləsin. Aleyhissalam. Allah lənət eləsin əhli kitaba. Ne üçün? Çünki onlar Peyğəmbərlərin, qəbirlərin üzərində məscid tikiblər və ya ibadətə çevirirlər. Qəbirlərin yanı ibadətə çevirirlər. Ona görə bundan çəkindirmək lazımdır. Ona görə İbn Teymiyyə deyir, rahimullah, ona görə Ayşə möminlərin anası Əhzab 6. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem zövcələri möminlərin anasıdır. Ayşə radiyallahu anhə deyir ki, əgər ibadət yeri çevrilməsəydi, çevrilmək, ibadət yerinə çevirmək təhlükəsi olmasaydı, Peyğəmbər sallallahu aleyhi ve sellem qəbri görsənərdi. Rahat yerdə bastırardılar. Lakin elə yerdə bastırılıb ki, ibadət yerinə çevrilməsin deyə. Peyğəmbərlər də harada ölür, orada bastırırlar. Xəstələndi artıq ölümcül xəstəliyində, ölməmişdən qabaq ağır xəstələndi, zövcələrin evində idi birinin. Dedi ki, aparın mənə Ayşənin evinə. Onu göstərin, necə onu istəyirdi. Apardılar, orada da öldü. Elə orada da bastırıldı. Allah Teala qorudu onu. Çünki nəh gəlib ona görə. Aydın qardaşlar. Və sonra şeyx buyurur ki, rahmetullah aleyhi, rahmeten vasiə, ona görə deyir Peyğəmbər sallallahu aleyhi ve sellem o təhlükənin qabağını almaq üçün ki, ibadətə çevriləcəklər, qəbri aşkarda olmadı. Və sonra başqa rivayətdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sizdən öncə olanlar, onlar qəbirlərin yanında ibadətgaha çevrilmişdilər. İbadəti çevrilmişdilər qəbirlərin yanı. Və mən sizə qadağan ilə bunu qəbirlərin yanı ibadətgaha çevrilməyin. Və sonra şeyx buyurur ki, rahiməhullah, وَلَا نِزَعْ بَيْنَ السَّلَفِ وَالْأَئِمَّةِ فِي النَّهْيِ عَنِ اتِّخَاذِ الْقُبُورِ مَسَاجِدِ. Yəni, həm sələfdən və xüsusən də əimmə, böyük alimlərdən, alimlərin arasında ixtilaf yoxdur ki, qəbir yanında ibadətgaha çevrilmək olmaz qəbir ətrafında. Və sonra şeyx buyurur ki, məscidlərin vəzifəsini və aydındır ki, məscidlər namaz üçündür, Allahı zikr etmək üçündür, Quran oxumaq üçündür. Və əgər qəbrin yanında bunlar edilsə, ümumi nəhyə daxil olacaqlar. Olmaz. Çünki qəbir yanında nəh gəlib. Namaz qılmaq, nəh gəlib, Quran oxumaq, nəh gəlib, zikr eləmək və s. başqa. Həmçinin zikir oturub orada zikr eləmək. Dua icazə verilir. Amma birdən soruşsun, cənazə namazı necə? Cənazə namazı olar. Ne üçün? Cənazə namazı əslində o biz gündəlik 5
vaxt qıldığımız namazdan deyil, salim vur. Ne üçün? Çünki orada rükû, səcdə yoxdur. Rükû əyilmə yoxdur. Səcdə yoxdur, ona görə. İcazə verib şəriət, qəbristanlıqda namaz qılmaq. Və ya məsələn, tutaq ki, o meyyi təzə bastırıblar, cənazə qılmayıblar onun üçün. Qeyb qılmaq olar. Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında bir qadın var idi, məscidi təmizləyirdi. Axşam vaxtı öldü, o vaxtda saxlamırdılar ki, dəfin saat 2-də olacaq, molla gələnə cəmzat, hələ şey yox idi. Ölür də aparıb bastırırdılar. Gecə də bastırırdılar. Ona görə Fatıma radiyallahu anh, gecə bastırdılar, öldü bastırdılar. Osmanlı öldü, gecə bastırdılar, öldürdülər, gecə bastırdılar. Və s. Gecə bastırmaq olar mı idi? Və Peyğəmbər sallallahu aleyhi ve sellem səhər durdu və görsənmədi o qadın, çünki həmişə gəlib təmizləyirdi. Soruşanda dedi ki, ölüb, dedi, mənə nə xəbər verməmişsiniz. Mənə deyərdir. Onu göstərdi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem eşidəndə yaz gedərdi. Hətta gecə vaxtı. Dedi, mənə nə xəbər? Getdi qəbrinə, o qadının orada cənazə qıldı. Aydın qardaşlar, qəbristanda ona görə cənazə qılmaq olar. Sonra şeyx buyuruyor ki, rahimehullah rahmeten vasi'a. Əgər oxumaq qadağan olunubsa qəbir yanında və təsəvvürlə qəbir yanında Quranı qoymaq. Hansı ki, ondan nəinki ölü, heç diri də faydalanmayacaqsan. Əgər, şeyx deyir ki, rahimehullah, əgər ölü ondan faydalansaydısa, onda sələf eləyərdi. Fikir versən, İbn Teymiyyə sələfə istinad eləyir. Tez-tez. Dini sələfdən götürüb. Deyir, əgər faydası olsaydı, sələf eləyərdi. Çünki, indi sələfi vəsf eləyir İbn Teymiyyə. Çünki sələf daha çox bizdən bilirdi Allah Teala nəyi sevər və nədən razıdır. Bizdən daha bilikdə daha çox idi elmləri və həmçinin də o əməli etməkdə bizdən daha çox tələskən idilər. Yəni, xeyri işləri bizdən daha çox tez edirdilər. Yəni, sələf bizdən daha çox elmdə, fəhimdə idilər və həmçinin də xeyirli əməli bizdən daha tez edirdilər. İbn Teymiyyə sələfi burada vəsf edib. Həm elmdə, həm tez əməl etməkdə. Əgər bunlar olsaydı, sələf eləyərdi. Aydın qardaşlar, və belə Şeyxülislam rahimehullah rahmeten vasi'a qutarır bunun da cavabını, sonra deyir, amma Quranla fala baxma. İnşallah qalsın gələn dərsimizə. Allah bilir düzün. Esselamu aleykum, rahmetullah, barakatuhu. Allah şeyxədə rəhmət eləsin.